bloger olduğum olandan sonra müxtəlif insanlarla görüşürəm. Başarılı, uğurlu xanımlarla görüşəndə yoxdur bu özgüvən. Səncə bu nədən irəli gəlir? Özümüzə qarşı hörmət bizdə içəridə olan hissdir. Özgüvən biz özümüzü necə göstəririk? Özgüvənimi qaldırmaq istəyirəm. Özgüvəni qaldıracaqsınız. Amma hər bir hansısa xoşa gəlməz hadisə olanda, xoşa gəlməz bir kommentari olanda yenə özgüvən gəlib düşəcək aşağı. Ona görə özgüvən üzərində işləmək yox. Özümüzə qarşı hörmət üzərində işləmək lazımdır. O da bizim içəridə olan özümüzü günün axırında, özümüzlə qalanda necə hiss eləyirik. Onun üçün də bir neçə şey var ki, nə eləmək lazımdır ki, gündə hər gün eləmək lazımdır ki, o sonra nəsə bir xoşumuza gəlməyən bir şey olanda daha o özümüzə qarşı hörmət o qədər güclü olsun ki, bu özgüvən gəlib düşmək istəyəndə qalsın onun üstündə, düşməsin. Birincisi, heç kəslə özünüzü müqayisə eləməmək. Hər kəs sizə öz filtrlaşmış reallığını göstərir. Siz öz reallığınızı başlayırsınız kiminsə filtrlaşmış reallığına inanır. İkincisi, ümumiyyətlə bizi tərəfləyəndə, kompliment eləyəndə, nə isə deyəndə yaxşıdır, bunu xoşluqla qəbul eləmək. Deməmək ki, burada belə bir şey yox idi. Sən şuraltın bunu yadda saxlayın. Heç vaxt azaltmayın, kiçiltməyin elədiyinizi. Üçüncü də odur ki, özünüzə verən sözün üstündə durmaq. Çünki bizə uşaqlıqdan öyrədirlər ki, əgər kiməsə söz verdin, sözünün üstündə durmalısan. Çünki əgər sən özünə deyirsən ki, mən sabah saat 6-da duracağam ki, Qaçan bulvarda belə deyək də. Və saat 6-da budilnik eşidəndə gəşirsən ki, sabah qaçaram da, bugün qaçmasam da olar. Şuraltının o yadda qalır. Sabah nəyisə böyük bir şey dəyişiklik eləmək istəyəndə, nəyisə eləmək istəyəndə sənə də gəşirsən, 6-da dura bilmirsən, indi istəyirsən ki, dünyanı dağıdarsan, dəyişəsən. Durmaq istəməyəndə yadıma düş ki, mən axı söz vermişəm özümə və durub qaçanda o da şuraltının yanında qalır. Sabah nəyisə eləmək istəyəndə deyir ki, əlbəttə alınacaq. Sən hətta səhər 6-da dura bilirsən, nə lazım olanda, hər şey eləyə bilərsən, hər şey bacara bilərsən.